Değerli Azərbaycan xalqı, hörmətli Nurlu Səhər TV izləyiciləri, əvvəlcə hər birinizi salamlayırıq. Mən şəxsən dəfələrlə öz çıxışlarımda qeyd etmişdim ki, ölkədə təhsil və səhiyyə həmin ölkənin inkişafını, həm də cəmiyyətin sağlamlığını qoruyan ən mühüm bir vasitədir. Bugün mən Respublikamızdakı səhiyyə sistemindən öz bilgilərimi, öz anladıqlarımı çatdırmaq istəyirəm. Nəyə görə? Çünki yenilikcə Anar müəllim, Anar Bayramov təbibin rəisi təyin olundu. Əvvəla onu təbrik edirik. Təki onun fəaliyyəti Azərbaycan xalqının sağlamlığı yolunda uğurlar gətirsin, insanların sağlamlığına xidmət eləsin. Məqsədim ümumiliklə Azərbaycan səhiyyəsinin nə dərəcədə inkişafından danışmaq deyil. Ümumiyyətlə, mənim məqsədim odur ki, bugün səhiyyəmizdə olan inkişaf öz yerində, amma çalışıb fəaliyyət yolundakı negativləri aradan götürmək lazımdır. Bu mənada mən müraciət etmək istəyirəm Anar Bayramov cənablarına ki, indiki məqamda o hansısa rəhbərliyi günahlandırırlar insanlarda, onları da qınamıram. İndi mən analiz verim, qısaca siz onu özünüz dərk edəcəksiniz ki, nə cürdür məsələ. Adicə bu son illər güya səhiyyənin inkişafını, insanların sağlamlığını daha aktiv şəkildə mühafizə etmək üçün müəyyən yerlərdə olan həkimlərin xəstəyə baxmağına, tibb bacılarının adi halda yüngül bir iğnə vurmasına, hamısına qadağalar qoyuldu. Bu hərəkəti icra edən həkim və tibb bacıları hətta cinayət məsuliyyətinə cəlb edilirlər. Bu düzgün deyil. Əlbəttə, Bakı kimi mərkəzi bir yerdə ayrı bir formada həyata keçirilməlidir. Bölgələrdə nəzərə alınmalıdır. Dəfələrlə özünüz də həm sosial şəbəkələrdə, müxtəlif yerlərdə görmüşsünüz ki, 30, 40, 50 kilometr şəhər mərkəzindən kənarda olan kəndlər nə qədər şikayətlər edirlər. Bu şikayətlərin də mərzi nədir? Adi bir haldan ötürü ən aşağısı bir 30-40-50 manat verir, taksi tutmalıdırlar. İmkanların da təbii ki, hər birisinin imkanı eyni dərəcədə maddi imkanları eyni səviyyədə deyil. Məcbur olub, inanın ki, yerlərdə, kəndlərdə nə qədər özümüz də müşahidə eləmişik ki, adi tibb təhsili olmayan evin adamı məcbur xəstəsinə iğnə vurmalı olur. Götürək ikinci tərəfi, deyək ki, xəstələrin daha mükəmməl sağalması üçün bu addımı atıblar mərkəzə cəlb olunmasına. Əksinə, özünüz də müşahidə etmiş olarsınız ki, şəxsən biz Şəkirov Dəyərli kəndində yaşayan adamlar bir neçə dəfə o acil dediyimiz o mərkəzə üz tutanda gecənin özündə onlarla, yüzlərlə adamlar gəlir, ən ağır xəstələrdən tutmuş, ən yüngül xəstələrə qədər orada insanlar bir-birisinin içində demək olar ki, yazıq tibb bacıları da, həkimlər də bilmir neyləsin. Həkimləri də gecə bütün hamısını orada saxlamaq mümkün olan şey deyil axı. Adicə deyirəm də, xırda bir misal, Kiçik kəndində nə qədər həkimlər var, ali təhsilli, terapevtindən tutmuş, diş həkimlərinə qədər. Niyə? Xırda bir şeydən ötəri adamlar gecə xəstələnəndə, dərhal xəstələnəndə maşın axtarılmalıdır, tibbi yardım maşını axtarılmalıdır. Narazılıq da olur ki, niyə? Tibbi təcili yardım maşını vaxtında özünü yetirə bilmədi. Ay qardaş, 60 neçə kənd, hər kənddə gündə bir dənə, iki dənə nəfər xəstə olanda o maşınlar nətəri çatsın, yaxud da ki, elə adamlar var, bir daha qeyd edirəm də, maşınları yoxdur, imkanları yoxdur. Bu lazımdırmı? Buna görə deyirəm ki, mərkəzdə oturub, o bölgələrdə olan müəyyən istisnaları nəzərə almalıdırlar. Ən azından ki, tutaq ki, yüngül bir xəstədir, hansı həkim özünü oda atıb, buna aid olmayan bir şeydirsə, bunlar da Azərbaycanda təhsil alırlar da, eyni məktəbdə oxuyurlar da. Əgər ixtisasına uyğun olduğu halda belə, buna niyə imkan verilməsin? Bir daha qeyd edirəm ki, dəfələrlə sosial şəbəkələrdə, televizorda insanların bu haqlı narazılıqlarını eşidirik, görürük. Bizim də məqsədimiz odur ki,
Təbii ki, insanların şikayəti hədsiz dərəcədədir. Bu şikayətlərin həll olunması, növbələrin hədsiz olmaması üçün, insanların narazılıqlarının aradan götürülməsi üçün, indi biz eşitdik 8-9 hansısa klinika rəhbərini, yaxud mərkəzi rayon, şəhər xəstəxanalarının rəhbərliyini işdən götürülməsi çıxış yolu deyil. Çıxış yolu dediyimiz kimi bu və ya digər, bu hansı ki problemlər yaradır. Mən söylədiklərim, digər hər halda mənim kimi digərləri də bu son illəri yaranan problemlərdir. Bu problemlər nəzərə alınır. İnsanların görmək istədiyi, qəbul edə biləcəyi, imkanı çatacağı, əl çatacağı hansı yollar varsa, bu yollarla bu iş sistemini qurmalıdır. Biz belə görürük, əgər belə olarsa, bir daha qeyd edirəm, hansısa klinika rəhbərini, yaxud şəhər, rayon, mərkəzi xəstəxananın rəhbərliyini işdən götürülməsi bu çıxış yolu deyil. Bu çıxış yolu üçün dediyimiz kimi bu problemlər aradan qaldırılmalıdır. Şəxsən bizim yaşadığımız Şəki rayonu Kiçik Dəyirə kəndində o boyda xəstəxana tikilir, nə qədər tibb bacıları, ali təhsilli həkimlər var, nələr var. Buranın özündə adi bir cüzi soyuqlamada kiməsə bir iğnə vurmaq mümkün deyilsə, bu nədən danışaq? Hər kəs yığılırsa rayon mərkəzinə, 60-70 kənddən gələn insanlarda olan xəstəliklər də orada bir-birisinə yoldur. Biz bir daha xahiş edirik ki, Anar müəllimi bir daha təkrarən təbrik edirik ki, belə bir məsul vəzifəyə təyin olunub. Hesab edirik ki, vəzifədə olduğu illərdə də dediyimiz problemlərin həllinə cəhd edəyəm. Sağ olun, bütün Azərbaycan xalqına sağlıq, təmizlik, sağlamlıq arzulayıram.